Bunlar özlərini efirdə görə bunlar mədəniyyət abidəsidir. Ağzımı da açdırırlar mənim burada. Açılmayam ağzımı. Öləcəyim. Çıldırıcıyım, ölməyəcəyim. Nədir düz deyirəm də? Hansınız evdə döyülməmişsiniz? Hansınızın üstünə qışqırılmayıb? Ərə gedənə kimi, gəlinlik geyinənə kimi sürünmüşəm evdə. Yazıq atamın nəsli hər dəfə stroya düzülürdü. Hər dəfə stroya düzülürdü. Kimin olmayıb? Siz Allah kimin olmayıb? Hamısı burada Amerikan oldular. Uşağı bəstədilər, uşağa söz demədilər. Uşağı ancaq şeydə, dən, balinada bəstədilər. Ətiniz tökülsün elə, ətim tökülür belələr danışanda. Ölürlər göstərişsiz, boş-boş danışmaq üçün. Amma bir an orada acından ölsün, uşağına 5 manata yemək alsın, heç kim yaxındırmayacaq. Heç kim. Heç kim kömək eləməyəcək, kirayə ev tutmayacaq, baxmayacaq. Gərək çöldə sürünəsən, skameykalarda yatasan ki, kimsə səni görə. Bir adam döyüb qapı döyməz ki, 5 manata bəlkə ehtiyacın var. Amma danışmağa elə yaxşısınız ki, boş-boş oturasınız, ancaq adama məsləhət verəsiniz. Qurana and olsun, ancaq boş-boş. Boş-boş. Bunlar bizə nəyi sevirlər? Gizlin qəhrəmanlığı. Otur canlıda tərbiyəli danış, amma get çöldə payla. Mədəniyyət odur bunlar üçün, başa düşdünüz? Klublar, yer yoxdur ya klublarda. Heç meçidlərdə o qədər adam yoxdur, klublar aşıb daşır. Danışanda namusdan, qiriyyətdən danışırlar. Ölücüyüm. Hara gedirsə, bara gedirəm. Şəhid ailəsi bir dənə adam kömək eləmir. Deyə ala, şəhid ailəsi gör nə yazıb? Düz deyir, düz deyir, düz deyir. O gün bir dənə trans gedib paylayıb. İndi gəlib oturub adını çəkmirəm canlıda. Pul yığır, millət necə pul atır? Bu dəqiqə durub desəm ki, 5 yaşında uşağıma yemək lazımdır, biri mənə pul atmayacaq. Necə pul atırlar? Kişi olub sonradan arvad olana. Ölürəm, Quran and olsun. Mən bilmirəm bizim axırımız hara gedir. Petuqlaşma gedir, translaşma gedir. Nə gedir az bizdə? O ciciyə bax hələ, o günləri. Mən kişi yatdım yuxuda gördüm ki, mən kişi olmalıyam. Nə oldu? Pulu yığdı, sıçdı ağzımıza. Oldu kişi, yaxşı sıçdı ağzımıza. İndi oturub pırıcıdır. Kül başınıza pul atanlar. Boyunuzu yerə soxun. Soxun boyunuzu yerə. Yaxşı pox qoydu ağzı. O birisi də qoyunları aldı, yığdı qapıya. Canlısını atır, gedir poxun yiyir. Canlıda da özün ibadət əhli göstərir. Allah boyunuzu yerə soxun. Aldırdı qoyunlarını, inəklərini. Oturun. Oturun, indi qıraqdan baxın. Yaxşı pox qoyurlar ağzınıza. Sözü gücümüz ancaq mənə çatsın. Cəmaatı Hüseyin, ağzına gələn deyir, bu niyə TikTok'dan yığışdıran yoxdur? Kart qoyuram, dilənirəm. Sizdən pul istəyirəm, yemək istəyirəm, nə istəyirəm. Ancaq açıram, söhbət edirəm, bir iki dənə də oyun oynayıram da. Sizdən pul dilənirəm, gözünüzə girmişəm. Cəmaat 24 saat kartın qoyur ora, Ləbi Hacı Nuranın verişidir. Heç onları heç nə demirsiniz, gücümüz mənə çatır. Yazıq canım, kartoşka da yiyirəm, çəkib paylaşırlar. Ne oldu bəs? Ne oldu? Leman da şağır oldu, hamı paylaşır. Bu niye TikTok'da tıxardan yoxdur? Bu niye gəlinləri pozur? Qızları pozur? Leman olmasa qızlar gəlinlər pozulmayacaq. Hamı ibadət əhli olacaq. Hamı da qara niqaba girəcək. Hamı da məsciddən çıxacaq, namaz qılacaq. Gözlüyü nə yuxumuzda? Yazıq Leman. Mal qılazalarımızı açıram. Yox, səhv deyirəm. Güldürməkdən başqa mən nə edirəm ki? Güldürürəm də. Mən canlılarım gülmək canlısıdır. Qıraqdan mən agresiv görsənə bilərəm. Yumor hissiyatı umer olan insanlar. O agresiya belə eləmək, mən o dəli deyiləmək obrazımdır. Başa düşdü? Çünki mən burada bəzənib oturmağı bilmirəm. Hə? Saçımı yığaram Elza Seyidcahanla Afət Fərman qızın pırçoskasından. Giyinərəm o parel, pepadilka vuraram. Trend yoldan geyimlərimi, deyərəm almışam 10 minə, tutaram 3-4 dənə həci, dəqiqədə biri keçər, bir dənə şir oradan, bir dənə 10 versal buradan. Şir oradan 10 versal, oturaram, yaşayaram. Heç izləyici də hərrəmərəm.